Prezident Özbəkistana getdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib. Referans AZ xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Özbəkistanın baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar. Sülhdən bütün region faydalanacaq, Mirzoyan. Razılaşdırılmış sülhdən yalnız Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan və bütün region faydalanacaq. Axar AZ xəbər verir ki, bunu Tiflisdə rəsmi səfərdə olan Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə görüşü zamanı bildirib. Qeyd edək ki, görüşdə regional vəziyyət və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Ərdoğan dəstəklədi, Paşinyan hərəkətə keçdi. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində daha bir addım atılır. Axar AZ xəbər verir ki, bu barədə Haber 7 məlumat yayıb. Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə boyu 10 yeni məscidin tikintisi üçün təşəbbüs göstərir. Bu məscidlərdən 5000-in Ermənistan-Türkiyə sərhədinə yaxın ərazilərdə, qalan 5000-in isə digər böyük şəhərlərdə tikiləcəyi vurğulanır. Ermənistan hökumətinə yaxın mənbələrin məlumatına görə, bu təşəbbüs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənib və o, layihəni iki ölkə arasında mədəni, həmçinin dini əlaqələri gücləndirmək üçün bir fürsət hesab edib.